Bələdiyyə sədri yığılan pulların ona verilməməsinə görə müfəttişi nalayıq söyüşlərlə təhqir edərək döyüb. Masazır Bələdiyyəsinin sədri Siyanfər Əliyev və bələdiyyənin vergi müfəttişi Hüseynov Ülfət Xansuvaroğlu ilə arasında martın 9-da dava baş verib. Bu haqda Ülfət Hüseynovun qohumları məlumat verib. Məlumata görə davaya səbəb yığılan pulların banka köçürülməsi olub. Bildirilir ki, bələdiyyə sədri yığılan pulların ona verilməməsinə görə müfəttişi nalayıq söyüşlərlə təhqir edərək döyüb. Qohumlarının sözlərinə görə əlbəyaxa dava zamanı Ülfət həddən artıq əsəb sarsıntısı keçirdiyi üçün huşunu itirərək yerə yıxılıb. Ülfət Hüseynov hazırda Respublika Klinik Xəstəxanasında reanimasiyadadır. Respublika Klinik Xəstəxanasından verilən məlumata görə Masazır Bələdiyyəsinin vergi müfəttişi Hüseynov Ülfət Xansuvaroğlu xəstəxananın 2-ci reanimasiya şöbəsindədir və hazırda vəziyyəti ağır qiymətləndirilir. O da bildirilir ki, Siyanfər Əliyev daha əvvəllə başqa bir bələdiyyə üzvü ilə dalaşıb. Onun başına butulka ilə vurub xəstəxanalıq edib. Lakin sonradan bu işin üzərini örtüb böyüməsinə mane olub. Millət vəkili Naqib Həmzəyev Novruz bayramı ərəfəsində seçkiləri ilə görüş keçirib. Bu dəfə millət vəkili seçkilərin yaşadığı məhəllələrə gedib, evlərində qonaq olub. İlaxır çərşənbələrdə Yel çərşənbəsinə təsadüf edən görüşdə Naqib Həmzəyev xalqımızın ən qədim və müqəddəs bayramlarından olan Novruz bayramı münasibəti ilə seçkilərini təbrik edib, ən xoş arzularını və diləklərini çatdırıb. Millət vəkili görüşdüyü hər bir seçicinin qonaq olduğu hər bir ailənin qayğıları, problemləri ilə maraqlanıb. Əsasən, sosial məişət məsələlərinin qaldırıldığı görüşdə millət vəkili bunları həll etmək üçün aidiyyatı qurumlara müraciət edəcəyini bildirib. Xalq artisti bəstəkar Yaşar İmanov evlə təmin olunub. Bu barədə bəstəkarın özü məlumat verib. O bildirib ki, mənzil yeni Yasamalda yerləşir. Bugün gedib baxdıq, 3 otaqlı, təmirsiz mənzildir. Düzdür, hələ sələndəşdirmə işləri aparılmayıb. Əsas odur ki, mənzili bəyəndim. Bundan əvvəl Qaradağ rayonunda mənzil təklif edilsə də qəbul etməmişdim. Qeyd edək ki, Prezident İlham Əliyevin bir qrup mədəniyyət işçisi ilə görüşündə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə 86 yaşlı bəstəkar Yaşar İmanovun evsiz olduğunu bildirmiş, ona mənzil verilməsini xahiş etmişdi. Paytaxtın Nərimanov rayonunda Əhməd Rəcəb küçəsi 21-də yerləşən Köz Dönər kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə kliniki tibbi mərkəzə gətirilib. Virtual az.org-un əldə etdiyi məlumata görə onların universitet tələbələri olduğu bildirilib. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyi yediblər. Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abbəkirov təsdiqləyib. Pərviz Abbəkirov deyib ki, gətirilənlərdən ikisinin 17 yaşı var. Buna görə də 2 saylı uşaq xəstəxanasına köçürülüblər. Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur. Tanınmış Azərbaycanlı iş adamı Kiyevskaya Plaşa şirkətinin direktorlar şurasının sədri, nüfuzlu Forbes nəşrinin Rusiyanın ən zəngin 200 biznesmeni 2018 reytingində 37-ci yerdə göstərilən Vod Nisanov Uxaza eksklüziv müsahibə verib. O müsahibəsində Moskvada ona məxsus ticarət mərkəzlərində aparılan yoxlamalarla əlaqədar yaranmış vəziyyəti şərh edib. Nisanov onun dövlət tərəfindən təqib olunması ilə bağlı yayılan şayiələri təqzib edərək deyilənlərin iyrənc yalan olduğunu söyləyib. Mən hər zaman yaxşı işlər görməyə, insanlara yardım etməyə çalışmışam və öz prinsiplərimə sadiq qalmışam. Ancaq bəzi insanların gözü bunu götürmür. Çünki onların əlindən bir iş gəlmir. Son 7 il ərzində mən Rusiyanın yaşa görə ən zəngin insanıyam. Rusiya mənə dəyər verir, Moskva rəhbərliyi mənə hər cür dəstək olur. Problemli kreditlərlə bağlı kompensasiyaların qaytarılması və kreditlərin restrukturizasiyası ilə bağlı mexanizm martın 15-də açıqlanacaq. Kompensasiyaların verilməsinə isə ən gecə aprel ayının ortalarından başlanılacaq. Oxaz xəbər verir ki, banklarda bu kreditlərlə bağlı xüsusi işçi qrup işləyir və hər bir müştəri ilə bağlı məlumatların toplanılması sona çatmaq üzrədir. İşçi qrupa bankın kredit, müştəri şikayəti üzrə mütəxəssisləri, idarə heyətinin üzvləri daxildir. Hazırda banklar gərgin rejimdə çalışırlar və gün ərzində həm telefon zənglərinə, həm də banka gələn müştərilərə məlumat verilir. Problemli kreditlərin çox olduğu banklarda bəzən 1000-dən çox zəngə cavab vermək lazım gəlir. Üstəlik, hər bir verilən sual rəsmiləşdirilərək günün sonunda Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilir. Qeyd edək ki, ölkə banklarının arasında problemli kreditlərin həcminə görə Bankul Baku Açıq Səhmdar Cəmiyyəti və Unibank Açıq Səhmdar Cəmiyyətində daha çox müştəri var. Ona görə də bu bankların şöbə və filialları yüklənmiş iş rejimində çalışırlar. Xüsusən banklardan kredit tarixçiləri ilə bağlı çıxarış alanların sayı çoxdur. İqtisadçı Vüqar Bayram
Bayramovun sözlərinə görə, banklar tərəfindən bu proses elektronlaşdırılacaq və vətəndaşın adına kart açılacaq. Banklar hər bir müştəriyə zəng vuraraq ona bütün məlumatları çatdıracaqlar və növbəli qaydada kompensasiyalar ödəniləcək. Aprelin ikinci yarısından sonra əlaqə saxlanılmadığı halda vətəndaşın banka müraciət etməsi məsləhət görülür. Vüqar Bayramovun sözlərinə görə, kredit götürənin əvəzinə borcu zamin ödəyibsə, ona fərdi yanaşma tətbiq ediləcək və kompensasiyanın ödənişindən onlar da yararlanacaq. İspaniyanın El Confidencial nəşri fransız məşqçi Zinəddin Zidanın Madridin Real klubu ilə bağladığı müqavilənin təfsilatlarını açıqlayıb. Bu barədə Lenta.ru xəbər yayıb. Madridə yeni dönən çalışdırıcının ilə 12 milyon avro alacağı bildirilir. Məlumata görə bu məbləğ əlavə bonusların hesabına arta bilər. Kral klubundan istifasına qədər Zidan ilə 7,5 milyon avro məvacib alırdı. Xatırladaq ki, Zinəddin Zidanın Reala baş məşqçi təyin olunması barədə xəbər martın 11-də təsdiqini tapıb. Kral klubunu çalışdırdığı müddət ərzində Reala 3 dəfə Çempionlar Liqası kuboku qazandırıb. Zidan klubun strukturunda 2014-cü ildən bəri çalışıb, əvvəl Realın gənclər komandasının baş məşqçisi olub, 2016-cı ildə isə əsas heyətin başına gətirilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yumurta istehsalçıları və idxalçılarına xəbərdarlıq edib. Bu barədə agentlikdən məlumat verilib. Bildirilib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi monitorinqlər aparılır. Aparılan monitorinqlər zamanı bəzi sahibkarların idxal olunan və ölkədə istehsal olunan yumurtaların qutular üzərindəki istehsal tarixlərini dəyişdirməsi halları aşkar olunub. Eyni zamanda məlum olub ki, bəzi sahibkarlar xaricdən idxal olunan yumurtaları yerli müəssisələrin qutularına yerləşdirib yerli yumurta adı altında satışa çıxarır. Aşkar olunan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən geniş miqyaslı təlimlərə rəhbərlik edən Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində olublar. Bu barədə Müdafiə Nazirliyi məlumat verib. Müdafiə Nazirinə əməliyyat şəraitinin vəziyyəti barədə məruzə edilib. General-Polkovnik Zakir Həsənov üzbəyüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib. Bölmələrdəki şəraitlə tanış olan Müdafiə Naziri şəxsi heyət üçün yeni inşa edilən əskəri yataqxanası, silah otağı, ideoloji otaq, yeməkxana, məişət otağı, hamam, əşya anbarı, eləcə də digər xidməti obyektlərdən ibarət olan yaşayış kompleksinin açılışında iştirak edib. Görülən işlərlə maraqlanan General-Polkovnik Zakir Həsənov hərbi qulluqçuların sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini xüsusi vurğulayıb. Müdafiə Naziri xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb. Sonra nazir cəbhə boyu zonada yerləşən kəndlərdən birində yerli sakinlərlə görüşərək əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşayış məntəqələrimizin müdafiəsi barədə söhbət edib.